bugün bütün dünyada insanların qorxduğu ən dəhşətli fəsad, xəstəlik, problem ağciyər arteriyasının trombemboliyasıdır. Yəni tromboz, venoz tromboz və onun fəsadı olan ağciyər arteriyasının emboliyası. Bunu hər kəs eşidə bilər. Kimsə deyir, yatdı, durmadı, kimsə qəflətən öldü. Yəni qəfləti ölümlərin əsas səbəbi ağciyər arteriyasının trombemboliyasıdır. Bunu da necə qarşısını almaq olar bunu? Harda əmələ gəlir bu? Nəyə görə əmələ gəlir? Birinci növbədə varikozu olan adamlar. Ayaqlarda varikoz var. Varikoz damarlar genişlənmiş damarlardır. Orada trombun yaranması üçün bütün şərait var, bütün faktorlar iştirak edə bilir və son nəticədə əmələ gəlmiş olan tromb neyniyir? Yerindən tərpənə bilir, miqrasiya eləyir və miqrasiya eləyəndə hara gedir? Ağciyər arteriyasına. Əgər trombun həcmi böyükdürsə, daha böyük ağciyər damarları tuta bilirsə, bu ani ölüm deməkdir. Qalan hallarda isə bunlar müalicə olunur. Ona görə də bütün dünyada qəbul olunmuş bir qızıl qanun var. Varikozu olan insanlar vaxtında damar cərrahlarına müraciət edib, bax dediyimiz bu trombemboliyadan və həyatları üçün təhlükəli olan fəsadlardan vaxtında canlarını qurtarmalıdır.